Və xanım, icazə versəniz bir məqamı da sonda istəyirəm vurğulayım. Bu da sosial mesaj olar həm də sizin həyatınızdan bildiyim bir məqam. Axı sizin Almaniyaya getməyiniz də heç rahat olmayıb. Siz özünüz də bu cəmiyyətdə bəzi qısnamalardan əziyyət çəkən olmusunuz, qadın kimi, qız övladı kimi. Bəli, yəni əslində mənim həyat yoldaşım elə bir ailədə böyüyüb ki, yəni qadınlar hamısı təhsilli olub. Hətta belə bir zarafatla da belə bir sözümüz var idi. Hamıda 2 təhsil var. Böyüklərdə hər kəsin 2 təhsili var. Mənim yoldaşım da 2 təhsillidir, ali təhsilli. Mən deyirdim ki, siz ikisini oxuyana mən birini oxumuşam uzun illər. Sizin 2 təhsiliniz həkimliklə əlaqədar. Mənim bir təhsilim qədər zaman sərf etmişəm də. Yoldaşım həmişə mənə motivasiyasında deyib ki, sən çox bacarıqlısan. Sənin daxilində olan cövhəri üzə çıxarmaq lazımdır. Hər daim bu cümləni işlədib. Çox qəribədir ki, bunu Azərbaycanda böyük başa çatmış, şərq cəmiyyətində böyük başa çatmış bir kişi deyirdi. Bəli. Həyat yoldaşı deyirdi. Və o mənə dedi ki, mən sənə dəstək olacağam. Əslində mənim həyat yoldaşım məni cərrah olaraq düşünürdü və deyirdi ki, sən yaxşı cərrah olarsan. Nə deyirdim ki, mən özümü cərrahlıqda görmürəm və o dediyim ki, o balaca qızcığazın başqa bir uşağa deməsi ki, başqa bir uşaq deyil də mənim öz qızıma deməsi ki, gəz baxım necə görsənirsən. Yəni o məni çox yaralamışdı və mənim yoldaşım da dedi ki, sən bunun arxasınca get. Həmin vaxtı mənim Almaniyaya oxumağa getməyim əslində 3 aylıq idi təlim. Sonra zaman uzandı. Yəni mən oxumağa davam elədim. 4 illiyə qədər təlim, yəni təhsil aldım. Məsələn, mənim anam düşünürdü ki, sən cavan qız, bir uşaq, sən necə gedəcəksən, sən necə oxuyasan? Deyəcəklər ki, ayda bu uşağını qoyub burada çıxıb gedib Almaniyada oxumağa. Deyərlər. Siz ailədən o məhdudiyyətləri görmüşdünüz. Bəli. Doğulub boya başa çatdınız. Yəni onlar da günahkar deyil, bu cəmiyyətin kodlaşdırdığı. Amma yaxşı ki getmişəm, yaxşı ki mənim həyat yoldaşım mənə çox böyük dəstək olubdu. Belə bir söz var, deyirlər hər güclü kişinin arxasında güclü bir qadın olur. Elə güclü qadın da arxasında həmişə güclü bir kişi olur ki, o qadın güclü olur. Sadəcə burada necədir? Mənim şəxsi fikrim belədir ki, qadın nə qədər güclənsin, maddi və mənəvi. Amma hər daim bir kişi dəstəyinə ehtiyacı var. Bəli. Belə deyək, qarşı cinslərin bir-birinə ehtiyacı var. Bəli.